Birinci növbədə ayrımları ayırmamışdan əvvəl mərkəz ayrımımızı ayırırıq tam ortadan. Mərkəz ayrımımızı bu formada ayırdıq və sonra perpendikulyar tapırıq. Perpendikulyar necə tapılır? Başın mərkəz ən hündür hissəsindən başın arxasındakı ən hündür nöqtə, ikisinin birləşmə nöqtəsini tapırıq bu formada. Bundan biraz yuxarı və bu formada ayrımı ayırırıq. İkinci ayrımımızı isə alın boşluğundan düz formada arxadakı ayrımımıza birləşdiririk. Bu formada. Kəsmə başlamadan öncə saçı yaxşı isladın ki, saçı yaxşı bir formada görə biləsiniz. Ayrımlar ayrılsın. Birinci ayrımı bu formada ayırdıq. Darayırıq sol hissəyə. İkincini də hardasa bir barmaq enində götürürük. Çox enli və çox da nazik götürməyin. Bu formada götürdük. Saçın arxasının yatmasının səbəbi nədir? Görürsünüz, bu saç bizə həcm verir. Bu saç isə bizə uzunluq verir. Həcmlə uzunluq, həcm görürsünüz nə qədərdir? Bu saç gəlir çatır, demək olar uzunluqla bərabərdir. Ona görə də saçın arxasında həcm yoxdur. Biz o həcmi yuxarı qaldırmalıyıq. Ayırdığımız hissəni bu formada qaldırdıq. Və rahat formada bax belə kəsirik. Həcm və uzunluğumuz təyin olundu. Baxın, indiki həcm artıq başın sümük hissəsindən biraz yuxarıdadır. İkinci hissəni bu formada ayırırıq və birinci kəsdiyimiz cərgədən kontrol görürük. Bayaq kəsdiyimiz saçı gördük və onunla eyni şəkildə götürürük uzunluğu. Bu bizim ölçümüzdür. Və növbəti saçı. Yenə növbəti saçı bir öncə kəsdiyimiz saça birləşdiririk, çəkirik. Yəni bir öncəki saça çəkib onun ölçüsü ilə kəsirik. Baxın, bu formada. Və bütün saçın arxasını bu formada kəsib bitiririk. Saçın arxasını kəsib bitirdik və fikir verin, həcm necə yuxarı qalxdı. İndi isə keçirik saçın yanına. Kəsməmişdən öncə yenə saçı yaxşı şəkildə isladırıq. Və yandakı uzunluğu arxadakı uzunluğa birləşdiririk. %90 dərəcədə çəkib, 90 dərəcədə də kəsirik. Və növbəti saçı bir öncəki saça dartıb kəsirik. Və
arxa tərəfdən nə qədər saç ki gəlir, hamısını kvadratura şəklində düz arxaya çəkib kəsirik bu formada. Baxın, yəni mən bu formada kəsirəm. Yəni dönmürəm belə. Baxın, buradan yenə götürdüyüm arxadakı saçı çəkdim yana. Nə gəldisə onlar kəsilir. Və kvadratura yaranır yan hissədə. Və sonra isə yerdə qalan saçı da belə eyni qaydada kəsib bitiririk. Baxın, yanın saçı necə arxaya birləşdi. İkinci hissəni də sol tərəfi də eyni qaydada kəsirik və sonra keçirik üst hissəyə. Saçı yaş haldaykən bu çıxan buradakı saçlar var. Bunları yaş haldaykən saç götürmək lazımdır. Çünki saçı qurudandan sonra bunlar saçın arxa hissəsini başlayır sağa sola əyməyə. Oturuşuna imkan vermir. Bunları yaş halda götürəndə daha yaxşı oturur saç. Və bu formada bura kant atmaq lazım deyil. Təbii şəkildə. Yanları və arxanı da bitirdik. İndi keçirik saçın üstünə, top zonaya. Birinci yaxşı saçımızı isladırıq. Biz isladandan sonra bizə lazım olacaq uzunluğu təyin edirik ki, bizə hansı uzunluq lazımdır. Alın boşluğundan başın mərkəz nöqtəsinə ayırırıq. Və baxın, bu saçın yanıdır, bu isə üst hissə. Bir qədər həm uzunluqdan, həm də qat verdik eyni anda. Bir öncəki saçı gördük və bu formada kəsdik. Və hamısını belə şəkildə davam edirik. Mütləq şəkildə bir öncə gördüyünüz, kəsdiyiniz saçı görün, ondan sonra kəsin. Yoxsa saçın biri uzun, biri qısa olacaq. Üst hissəni isə qaldırırıq. Yüngül bu formada uclarından götürsək bəsdir. Üçüncü hissələr çıxır burada. Əsas baza kəsimdən sonra quruduruq və işi quru şəkildə davam edirik. Saçı qurudandan sonra baxırıq artıq olan uzunluqlar, həm uzunluqlarımızı tənzimləyirik, həm də saça tekstura veririk. Müəyyən yerlərdə dərin vururuq qayçını. Bəzi yerlərdə isə yalnız uclarına. Əgər sırf tekstura veririksə uclardan, əgər uzunluqdan da biraz götürmək lazımdırsa dərindən. Hansı dərəcədə kəsmisinizsə saçı, o dərəcədə də qaldırın, ondan sonra işləyin. Fikir verin, saçda parmaq izləri necə çıxır və saç daha qəşəng oturmağa başlayır.
Saçın ön hissəsində, çolka hissədə belə bir kəsim eləyirik. Bu bizə ən ön hissədə qısa saçlar, getdikcə uzun saçlar verir. Yanlarda da bu formada düz qayçı ilə tam bağlamırıq qayçını. Baxın, qayçının arxa hissəsi ilə belə şəkildə yavaş-yavaş, yarım-yarım, kəsə-kəsə yalnız saçın uz hissələrini tekstura veririk. Və digər tərəfdə də eyni şəkildə. Kəsimi bitirdik. Belə nazik, həcmsiz saçların ukladkasında həmişə çox ağır vakslardan istifadə eləməyin. Çalışın yüngül tutuşlu və yumşaq vakslardan istifadə edin. Vaksı əlinizdə yaxşıca isidin, ərisin. Ondan sonra baxın bu şəkildə. Saçın yalnız uclarına və ortasına istifadə edin. Saç diblərinə vuranda saçın həcmini öldürür. Daha dərin bilgilərə sahib olmaq üçün bizim dərslərimizə qoşula bilərsiniz. Kanala abunə olub videonu bəyənib rəy yazmağı da unutmayın ki, belə videoların ardı gəlsin.